Salam 11-ci siniflər. Bu gün ümumi sınaq 11-in izahını verəcəm. Başlayaq birinci sualdan. Bərabər hissələrə bölünmüş kvadratın ştrixlənmiş hissəsi ştrixlənməmiş hissənin hansı hissəsini təşkil edir? Ştrixlənmiş hissələrin sayına baxsaq 3, 5, 4, 9, 3, 12 və 15 dənə ştrixlənmiş sahə var. Və ştrixlənməmiş 2, 5, 3, 8, 10 dənə. Hansı hissəsini təşkil edir dedikdə ixtisar apararıq 5-ə, 3 və 2. 3-ün 2-yə nisbəti cavab C variantı. Baxırıq növbəti suala, ikinci suala. A bölünsün B bərabərdir 3 bölünsün 5. Olarsa B çıxılsın A ədədi, B üstəgəl A ədədinin neçə faizidir? A-nı və B-ni taparıq buradan. A olar 3x, B olar 5x. B-dən A-nı çıxdıqda 2x eləyir. B çıxılsın A bərabərdir 2x. B üstəgəl A isə bərabərdir 8x. Neçə faizidir dedikdə x-lər ixtisar olunar. 2 ilə 8 ixtisar olunar. 100 faizi nə qədər olacaq? 25 faiz. Cavab D variantı. Baxırıq 3-cü suala. 36 çıxılsın, x çıxılsın 9-un kvadratı. Bərabərdir. 36 nəyin kvadratıdır? 6-nın kvadratı çıxılsın, x çıxılsın 9-un kvadratı. Bu da bərabərdir. 6 çıxılsın, x çıxılsın 9. 6 üstəgəl x çıxılsın 9. Bərabərdir. Sadələşdirsək, 6 çıxılsın x üstəgəlinsin 9. 6 üstəgəl x çıxılsın 9. Bərabərdir. 6 ilə 9-un cəmi 15 çıxılsın x. 6 ilə 9-un fərqi -3, x çıxılsın 3. Cavab 15 çıxılsın x, x çıxılsın 3. Y variantı. 4-cü suala baxırıq. Hündürlüyü 6 sm, oturacağının tərəfi 8 sm olan düzgün dördbucaqlı piramidanın həcmini tapın. Bir dənə piramida çəkirik. Düzgün dördbucaqlıdır oturacağı. Hündürlüyü 6 sm-dir. Oturacağının tərəfi 8 sm-dir. Düzgün dördbucaqlıdan söhbət gedir. Belə bir piramida olacaq. Bu da başlanğıc nöqtəsidir. 8 sm tərəfdir, hündürlüyü 6 sm-dir. Məsələn, hündürlüyü bura düşsə, bu da olur 6 sm. Piramidanın hündürlüyü. Piramidanın həcmi V bərabərdir 3də 1 S oturacaq vurulsun H-a bərabərdir. Deməli, 3də 1 S oturacaq H-dırsa, həcmini tapmaq üçün oturacağı nədir? Oturacağı düzgün dördbucaqlıdır. Məsələn, oturacağın sahəsi olar A kvadrat. 3də 1 vurulsun 8-in kvadratı vurulsun H, 6. Bərabərdir. 6 ilə 3-ü ixtisar apararıq. 2 vurulsun 8-in kvadratı bərabərdir 128. Cavab Y variantı. 5-ci suala baxırıq. 3 bölünsün 7 çıxılsın 4 kökdə 3. Ədədinin tam hissəsini tapın. Birinci biz bunu məxrəci irrasionallıqdan azad edərik. 7 çıxılsın 4 kökdə 3 ifadəsi 2 çıxılsın kök 3-ün kvadratıdır. Sürətdə 3 bərabərdir.
4 dərəcədən modulda çıxır. 2 çıxılsın kök 3. Sürətdə olacaq 3. 2 çıxılsın kök 3 ifadəsi müsbət ədəddir. Ona görə ki, təqribi 3-dən, kök 3-dən 1,7 çıxsa, bu müsbət ədəd eləyər. Ona görə də moduldan müsbət olaraq çıxacaq. 2 çıxılsın kök 3. 3 və biz bunu qoşmasına vurub bölürük. 2 üstəgəl kök 3. 2 üstəgəl kök 3 bərabərdir. Sadələşdirək. 4 çıxılsın kök 3-ün kvadratı. Bunu birbaşa yazsaq 3-ə bərabərdir. 4 çıxılsın 3. Sürətdə isə 3 vurulsun 2 üstəgəl kök 3. Məxrəc eləyər 1, sürət eləyər 3, 2 üstəgəlinsin kök 3. Bizə deyir ki, tam hissəsini tapın. Bunun tam hissəsini tapa bilərik. 3 vurulsun 2 üstəgəlinsin. Məsələn, kök 3-dən 1,7 çıxsa bərabərdir. 2 ilə 1,7 eləyər 3,7. 3,7 vurulsun 3 bərabərdir. 3 dəfə 7, 21, 2 yadda. 3 dəfə 3, 9, 2 yaddaydı, 11. 11,1. Tam hissəsi 11. Cavab B variantı. Baxırıq növbəti suala, 6-cı suala. Sadələşdirmədir, trigonometriya aiddir. Kosinus kvadratı alfa çıxılsın sinus kvadrat alfa. Vurulsun. Bunu eyni məxrəcdə yazsaq, kosinus alfa, sinus alfa. Sürətdə olacaq sinus kvadrat alfa, kosinus kvadrat alfa. Cəm 1-ə bərabər olacaq. Çünki kosinus kvadrat alfa ilə sinus kvadrat alfanın cəmi 1-ə bərabərdir. Bərabərdir. Və bu ifadəyə baxsaq, kosinus kvadrat alfa minus sinus kvadrat alfa kosinus 2 alfaya bərabərdir. Kosinus 2 alfa bölünsün. Bu ifadəni də yaza bilərik 2 sinus alfa kosinus alfa şəklində. O zaman olar 2-də sinus 2 alfa bərabərdir. 2 qalxar sürətə 2 kosinus 2 alfa bölünsün sinus 2 alfa bərabərdir 2 kotangens 2 alfa. Cavab D variantı. Baxırıq 7-ci suala. Müstəvi xaricində verilmiş nöqtədən həmin müstəvi ilə 20 dərəcəli bucaq əmələ gətirən mail çəkilmişdir. Müstəvi üzərində verilmiş nöqtədə. Məsələn, bura müstəvidir. Müstəvi üzərində verilmiş nöqtədə buradır məsələn. Nöqtədən həmin müstəvi ilə 20 dərəcəli bucaq əmələ gətirən mail çəkilmişdir. Bu da olsun mail. 20 dərəcəli bucaq əmələ gətirir. Mailin uzunluğu 8 sm-dir. Yəni 8-ə bərabərdir. Verilmiş nöqtədən müstəviyə qədər olan məsafəni tapın. Verilmiş nöqtədən məsələn bax budur. Müstəviyə qədər olan məsafə budur. H olsun bu da. H-ı tapmalıyıq. Yaxşı. Biz keçmişik ki, H-ın kvadratı düzbucaqlı üçbucaqdan keçmişik ki, H-ın kvadratı bərabərdir. Daha doğrusu bunu trigonometriya ilə eləsək. Deməli, trigonometriyada sinus 20 dərəcə ilə, yaxşı, sinus, bucağın sinusu bərabərdir. Qarşıdakı katet, yəni H bölünsün hipotenuz 8. Sinus 20-dən gedir də söhbət. Sinus 20 dərəcə bərabərdir. H bölünsün 8. Burada da H bərabər olacaq. 8 vurulsun sinus 20 dərəcə. Cavab C variantı. Keçirik növbəti suala.
4 üstündə x bərabərdir 16 vurulsun 2x. Bu da sadə misaldır. 2 üstündə 2x bərabərdir 2 üstündə 4 vurulsun 2 üstündə x. 2 üstündə 2x bərabərdir 2 üstündə üstlər toplanır 4 üstəgəl x şəklində. Əgər əsaslar bərabərdirsə, üstlər də bərabərdir. 2x bərabərdir 4 üstəgəl x, x də bərabərdir 4. Cavab A variantı. 9-cu sualda deyir ki, kombinezon 10 elementdən 2 bölünsün. Bax, kombinezon 10 elementdən 2 nəyə bərabərdir? Kombinezon 10 elementdən 2 bərabərdir. 10 faktorial bölünsün 2 faktorial vurulsun 8 faktorial. Yəni 10 ilə 2-nin fərqi 8-dir. 10 ilə 8-i ixtisara apararıq. 10 vurulsun 9 qalar. Yəni 8 faktoriallar ixtisar getsə 10 vurulsun 9 şəklinə bölünsün 2 bərabərdir 45. 45. İndi isə kombinezon 12 elementdən 8 hesablayaq. Bərabərdir 12 faktorial bölünsün 8 faktorial. 12 ilə 8-in fərqi 4 faktorial. 12 ilə 8-i ixtisar apararıq. Bərabərdir 12 vurulsun 11 vurulsun 10 9 bölünsün 4 vurulsun 3 vurulsun 2. 4 ilə 3-ün 12 ilə apararıq. 2 ilə 10 apararıq 5. Nəticədə qalar 11 vurulsun 45. Bunu vurmuram. Ona görə ki, ixtisar aparacağam. 45-i bölürəm. 11 vurulsun 45-ə. İxtisar aparsam 11-də 1. Cavab B variantı. Bu da sadə misal idi. Z kompleks ədədi üçün Z plus Z qoşması bərabərdir 8. Z kompleks ədədi bərabərdir x üstəgəlsin y. Z qoşması bərabərdir x çıxılsın y. İndi biz bunları toplayanda 8 verir. X üstəgəlsin y üstəgəl x çıxılsın y bərabərdir 8. İslah olunar, oxşar. Müsbət mənfilər islah olunar. 2x bərabərdir 8. X aldıq ki 4-dür. Yəni bizdən real z-i, həqiqi z-i soruşur. Həqiqi isə 4-dür. Tərəfi 8 sm olan kvadratda MNYF nöqtələri kvadratın tərəflərinin orta nöqtələri olarsa, ştrixlənmiş hissənin sahəsini tapın. Bir dənə kvadratdır. Kvadratın daxilində orta nöqtələrdən xətt keçib və bu hissənin sahəsini soruşur bizdən. Həmişə bu içəridəki hissə orta nöqtələrdən keçdiyinə görə ümumi kvadratın yarısı olacaq. İçəridəki fiqurun sahəsi çöldəki fiqurun sahəsinin yarısı olacaq. Tərəf 8 olduğuna görə kvadratın sahəsi olur 8-in kvadratı bərabərdir 64. 64-ü də 2-yə bölürük 32. İçəridəki fiqurun sahəsi 32. Baxırıq 12-ci suala, loqaritmik ifadədir. Cəmin ifadənin qiymətini tapın. Loqaritma 2 əsasdan 16-nın kubu. Üstəgəl. Loqaritma 125 əsasdan 27. Üstəgəl. Üstəgəl deyil, vurmadır, hasildir. Loqaritma 81 əsasdan 625 bərabərdir. Loqaritma 2 əsasdan 16-nın kubu. 16 2 üstündə 4 olduğuna görə 4 loqaritma 2 əsasdan 2-nin 4 gəldi qarşıya. Kubu. Üstəgəl, loqaritma 125 əsasdan 27, loqaritma 5 əsasdan 3-ün
3-ün. 3 üstündə 3 və 5 üstündə 3-dür. Ona görə qarşıya gəlsə 3 bölünsün 3 şəklində və vurulsun loqaritma 81-i də yazarıq. 3 üstündə 4. 625-i də yazarıq 5 üstündə 4. Bu da qarşıya 4 bölünsün 4 şəklində gəlsə, bunlar ixtisar getsə, bunlar əmsaldır. Bərabərdir. 4-ün kubu 64, üstə gəl. Loqaritma 5 əsasdan 3 ilə loqaritma 3 əsasdan 5. Loqaritma 3 əsasdan 5. Bunlar bir-birinə tərs ifadələr olduğuna görə 1-ə bərabər olacaq. 64 üstə gəlsin 1 bərabərdir 65. Cavab 65-dir. Baxırıq 13-cü suala. AB vektoru üstəgəl AC vektorunun uzunluğunu tapın. Biz burada hər bir nöqtəyə uyğun koordinatı qeyd edəcəyik. A vektorunun, A nöqtəsinin koordinatlarını qeyd edək. Deməli, A-ya uyğundur. X harda yerləşir? 1, Y olaraq 3. X-i 1, Y-i 3-dür. B nöqtəsinin koordinatları X-i 3-dür, Y-i 6-dır. C nöqtəsinin koordinatları isə X-i 5-dir, Y-i 3-dür. Gəlin burada A-dan C-yə qədər məsafəni tapaq. A-dan C-yə qədər məsafə nəyə bərabərdir? Bərabərdir 3 B vektordur. 5-dən çıxırıq 1-i. Birinci A-dan B-yə qədər tapmalıyıq. Olsun. A-dan C-yə qədər olan məsafə 5-dən 1 X-ləri çıxırıq 4. Y-ləri çıxırıq 0. İndi A-dan B-yə qədər olan məsafəni, yəni A vektorunun uzunluğu nəyə bərabərdir? 3-dən 1 çıxırıq 2. Bunun Y-i neçə idi? B-nin Y-i 6-dır. 6-dan 3-ü çıxırıq. Eləyir 3. İndi isə bizə deyir ki, vektorun uzunluğunu tapın. AC ilə AB vektorunun uzunluğunu tapın. Bu zaman 4 ilə 2-nin cəminin kvadratı üstə gəlinsin 0 ilə 3-ün cəminin kvadratına bərabərdir. 4 ilə 2 6, 6-nın kvadratı 36 üstə gəlinsin 9 bərabərdir kökdə 45. Bu da bərabərdir 3 kökdə 5-ə. Belə. Keçdik növbəti suala. Sistem tənliklərdən x bölünsün y nisbətini tapın. Necə taparıq bunu? Tərəf-tərəfə toplayarıq. Biz görürük ki, 3 bölünsün y ilə mənfi 3 bölünsün y bir-birinə əksdir. Biri müsbətdir, biri mənfidir. O zaman yazarıq. 2 dənə 2 bölünsün x, üstə gəlinsin 5 bölünsün x, 3 bölünsün y-lər islah olundu, bərabərdir 13 üstə gəlinsin 1, 14. Gəlin bunları toplayaq. X-də 7 bərabərdir 14. İxtisar aparsaq, x bərabər 2x bərabərdir 1-ə, x də bərabərdir 2-də 1-ə. X oldu 2-də 1 və y də tapmalıyıq. Aha, sistem tənliklərdən x-in yerinə 2-də 1 yazsaq, 4 üstə gəl 3 bölünsün y bərabərdir 13, 3 bölünsün y bərabərdir 9, ixtisar aparsaq, y də bərabər olar 3-də 1-ə. X-in y-ə nisbəti 2-də 1-in 3-də 1-ə nisbətinə bərabərdir. Bu da bərabərdir 2-də 1 vurulsun 3, bərabərdir 2-də 3. 3 bölünsün 2 və yaxud da 1,5. 15-ci suala baxırıq. Tangens kvadrat x bərabərdir 1 tənliyinin 0 pi aralığına daxil olan həllərinin cəmini dərəcə ilə tapın. Həllərinin cəmini dərəcə ilə tapın. Tangens kvadrat x
Tangens kvadrat x. Aha. Tangens kvadrat x bərabərdir 1. Tənliyinin 0 pi aralığına daxil olan həllərinin cəmi. Tangens x-in həlləri tangens x bərabərdir 1, tangens x bərabərdir -1. 1-i alır pi bölünsün 4-də, -1-i alır 135 dərəcədə. 135 dərəcədə, bu da eləyir 135 dərəcə vurulsun pi bölünsün 180 dərəcə. Bunu da tapsaq 180-in 135-i. Yəni də dərəcə ilə deyirsə 45 dərəcə və 135 dərəcə olacaq. Daha sonra 16-cı suala baxırıq. Dördbucaqlının daxili bucaqlarının dərəcə ölçüləri 4 ardıcıl tək ədədə bərabər olarsa, dördbucaqlının daxili bucaqlarının dərəcə ölçüləri 4 ardıcıl tək ədədə bərabər olarsa, böyük bucağın dərəcə ölçüsünü tapın. Deməli, tək ədədə bərabər olarsa və 4 ardıcıl 2n üstəgəl 1, 2n üstəgəl 3, 2n üstəgəl 5. Neçə oldu? 1, 2, 3 və 4. 2n üstəgəl 7. Bərabərdir 360. Daxili bucaqların cəmidir. 2n 4 dənədir, elədir 8n üstəgəl 1 ilə 3-ün cəmi 4, 5, 9, 16 bərabərdir 360 dərəcə. 8n bərabərdir 360 çıxılsın 16, n bərabərdir 360-ı 8-ə bölsək 45 dəfə çıxılsın 2. N bərabərdir 43. Bizdən soruşur ki, böyük bucağın dərəcə ölçüsünü tapın. Böyük bucaq 2n plus 7-dir. 2n plus 7 bərabərdir 2 vurulsun 43, üstəgəlinsin 7 bərabərdir. 2-ni 43-ə vuranda 86, üstəgəlinsin 7 bərabərdir 93 dərəcə. Böyük bucağımız 93 dərəcədir. 17-ci suala baxaq. Davam edirik 17-ci sualdan. Çoxhədlisinin sərbəst həddini tapın. Çoxhədlinin sərbəst həddini tapmaq üçün 17-ci sualda x-in yerinə 0 qoyuruq və oradan cavabı tapırıq. X-in yerinə 0 qoysaq 3 vurulsun 0, sıfırları saymasaq -2. 3 vurulsun, -2-nin kvadratı çıxılsın. X-in yerinə 0 qoysaq, -3-ün kubu bərabərdir. 3-ü vursaq 4-ə 12. -27 plus 27 bərabərdir 9, 39. Çoxhədlisinin sərbəst həddi 39 olacaq. Baxırıq 18-ci suala. Mərkəzi O nöqtəsində olan çevrədə BN bərabərdir AY, ACB bucağı 40 dərəcə olarsa, BMN qövsünün dərəcə ölçüsünü tapın.
Mərkəzi O nöqtəsində olan çevrədə BN bərabərdir AY. Bir dənə çevrə çəkirik. Çevrənin diametri BA diametri, çevrənin mərkəzi N, Y nöqtələri, bu da C nöqtəsi. Qövs M-dir. Qövsün uzunluğu M-dir. Burada M olacaq. Çünki şərtdə deyir ki, BN bərabərdir AY-yə. ACB-nin dərəcəsi 40 dərəcə. 40 dərəcə. BMN qövsünün dərəcəsini tapın. BMN qövsünün dərəcəsini tapın. Yəni, bu qövsü tapmalıyıq. Biz bilirik ki, mərkəzə söykənən, daxilə çəkilmiş, diametrə söykənən, daxilə çəkilmiş bucaq 90 dərəcədir. Deməli, burada 90 dərəcədir. Burada olacaq 50 dərəcə. 50 dərəcədir. Yaxşı, o zaman burada olar 50 dərəcə. 50 dərəcədirsə 180-dən, yəni bura açıq bucaq olduğuna görə 180-dən çıxaraq 50 dərəcəni 130 dərəcə. Bura ilə də bura bərabər olduğuna görə 132-yə bölsək 65 dərəcə. Cavab 65 dərəcə. 19-cu suala baxaq. Modul x çıxılsın 4 kiçik bərabərdir m kvadratı üstə gəlinsin 6. Bərabərsizliyinin ən kiçik və ən böyük həllərinin cəmini tapın. M parametrdir. M-in ən kiçik qiyməti 0 ola bilər burada. M-in ən kiçik qiyməti 0 ola bilər. Deməli, modulda x çıxılsın 4 kiçik bərabərdir 6-dan. X çıxılsın 4-ü həll eləsək, böyük bərabər olar -6-dan, kiçikdir bərabərdir 6-dan. Bərabərsizliyi həll etsək, hər tərəfin üzərinə 4 gəlsək, 10, 10. 6-ın üzərinə 4 gələndə 10. -6-ın da üzərinə 4 gələndə -2. Bizdən soruşur ki, bərabərsizliyin ən kiçik və ən böyük həllərinin cəmini tapın. Ən kiçik olar -2, ən böyüyü də olar 10. Bərabərdir 8. 20-ci suala baxırıq. Qrafiklərə əsasən ABC üçbucağının xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Xaricinə çəkilmiş çevrənin radiusu. Bax, bu bir üçbucaqdır. Xaricinə çəkilmiş çevrə bu olacaq və bu xətt onun diametri olacaq. Diametri olacaq. Necə taparıq? 3-də 2x bərabərdir. -2-də 3x. Bax, indi bunu bu şəkildə həll etmək yox. Daha doğrusu x və y-ə birinə 0 verib, birinə 0 verib. Digərini tapmaq olar. Məsələn, y-ə 0 versəm, 0 bərabərdir 3-də 2x üstə gəlsin 6. 3-də 2x bərabərdir -6-ya, x də bərabərdir -9-a. X-i tapdım -9. Bəs burada y nəyə bərabər olacaq? İndi onu tapırım. İndi y bərabər, buradan yazaq. Y bərabərdir. 3-də 2 vurulsun 0, üstə gəlsin 6, y oldu 6. Deməli, y 6 olduqda x -9 olur. Daha sonra y bərabərdir -2-də 3x üstə gəlinsin 9. Y bərabərdir -2-də 3x üstə gəlsin 9. X-ə 0 versən y bərabərdir 9. Y tapdım 9. Y-ə 0 versəm -3-də 2x üstə gəl 9.
2-də 2-dir də, 2-də 3-dür. 2-də 3, 2-də 3x yazarıq. 2-də 3x bərabərdir. 2-də 3x bərabərdir 9-a, x də bərabərdir 9 vurulsun 3-də 2 bərabərdir 6. X-i tapdıq 6. X 6-dır, y-də 9-dur. Bizə nə lazımdır? X oxu. X oxu, diametri oradan tapacağıq. Deməli, x-imiz 6 və digər tərəfdən nə tapmışdıq? X-i mənfi 9 tapmışdıq. Yəni, ölçü olaraq mənfi 9-u, məsafə olaraq 9 götürərik. 9 ilə 6-nın cəmi bərabərdir 15. Diametrdə 15-dir, radiusu isə 7,5 olacaq. 15-in yarısı. 21-ci suala baxarıq. 21-ci sualda deyir ki, iki tərəfinin uzunluğu natural ədədlə ifadə edilən, düzbucaqlı üçbucağın katetlərindən biri 2/10-dur. Bir dənə düzbucaqlı üçbucaq çəkərəm. Katetlərindən biri, məsələn, bu 2/10-dur. Biz bunları, katetləri A5 şəklində işarə eləmişdik, hipotenuzu C şəklində işarə eləmişdik. Bu da olsun 1B. Məsələn, A olsun 2/10, B də olsun digər katet, C də hipotenuzdur. Bizə soruşur ki, bu şərti ödəyən neçə düzbucaqlı üçbucaq olduğunu tapın. Biz bunu tapmaq üçün yazarıq, məsələn, A kvadratı nəyə bərabərdir? A kvadratı üstə gəlsin, B kvadratı bərabərdir C kvadratı. Buradan A kvadratını yerinə qoysaq, yəni 4 vurulsun 10, 40. Üstə gəlsin, B kvadratı bərabərdir C kvadratı. İndi buradan yazarıq. C kvadratı çıxılsın, B kvadratı bərabərdir 40. Yəni, biz bunu elə yazmalıyıq ki, müxtəsər vurma düsturuna əsasən C minus B, C plus B bərabərdir 40. C minus B və C plus B-yə qiymətlər verərik. Məsələn, 2 ilə C minus B bərabərdir 2, C plus B olacaq 20. Buradan tərəf-tərəfə toplasaq 2C bərabərdir 22, C bərabər olar 11. Birini tapdıq, 11. Digərində tapaq, C minus B bərabərdir 4 olsa, C plus B bərabərdir 10 olar, çünki hasili 40-dır. Tərəf-tərəfə toplasaq 2C bərabərdir 14, C bərabərdir 7. Axı bizə natural ədədlərdən ibarətdir. Ona görə də cüt ədəd olmalıdır ki, böləndə də 2-yə 7 alınsın. 11 və 7 aldıq. Burada cəmi 2 dənə üçbucaq var. Düzbucaqlı üçbucaq var. Cavab 2-dir. Baxırıq 22-ci suala. 22-ci sualda birinin sürəti digərindən 30 km saat çox olar. İki avtomobil eyni anda qarşı-qarşıya hərəkətə başladılar. Eyni nöqtədə görüşən avtomobillərdən biri digərindən 1,5 dəfə çox yol qət edərsə, hər iki avtomobilin sürətini tapın. Çətin deyil bu sualda. Deyir ki, birinin sürəti x-dirsə, digərinin sürəti x üstə gəlsin 30-dur. Və deyir ki, getdiyi yol biri digərindən 1,5 dəfə çox yol qət edərsə. O zaman 1,5x bərabərdir, x üstə gəlinsin 30. Bu tənliyi həll edərik. 0,5x bərabərdir 30. X də bərabər olar 60. Nədir? Sürətini tapın. 60 kilometr bölünsün saat. Hər iki avtomobilin sürətini tapsaq, biri 60-dırsa, digəri də olacaq 90. Yəni x plus 30, 90 kilometr saat. 60 və 90. Baxırıq 23-cü suala. Həcmi 9/3 pi kub santimetr olan bərabər tərəfli konusun yan səthinin sahəsini tapın. Bir dənə bərabər tərəfli konus çəkirik. Bu bərabər tərəfli üçbucaqdır. Məsələn, yan tərəfləri ellə işarə eləyirik. Biz burada oturacağı da ellə işarə eləməliyik. Çünki bərabər tərəfli üçbucaqdan söhbət gedir. Konusu çəkdik. Oturacağı dairədir.
Həcmi 9/3 pi kub santimetrdir. V bərabərdir konusun həcmi 3/1 s oturacaq vurulsun h. Oturacağın sayısı, yəni dairənin sayısı pi r kvadratdır. Yazırıq 9/3 pi bərabərdir 3/1 pi r-in kvadratı. Burada r bərabər 2r bərabərdir elə. 2r bərabərdir elə. Aha, indi biz buradan r-i tapmaq üçün yazırıq r bərabərdir. Bizə yan səthin sayısını soruşduğuna görə l lazım olacaq. R bərabərdir l bölünsün 2. Yaxşı, pi r-in kvadratı. Pi vurulsun l kvadratı. R-in kvadratı, yəni l kvadratı bölünsün 4 vurulsun h. Hündürlüyümüz də buradadır. Hündürlük də bura r olarsa, axı demişik r bərabərdir l bölünsün 2. R bərabərdir l bölünsün 2. O zaman biz burada l ilə işarələsək, l nəyə bərabər olacaq? 2r-ə. 2r-ə. Aha, l bərabərdir 2r-dirsə, burada olacaq, hündürlüyü də tapmaq üçün 4r kvadratı minus r kvadrat kökdə 3r olacaq. Deməli, düzbucaqlı üçbucağın hündürlüyü oldu kökdə 3r. Vurulsun h. H-ımız da nədir? Kökdə 3r. Burada da bunu da r kvadratı şəklində yazaq. Pi r-in kvadratı şəklində. Aha. İndi tapmağa çalışaq. Pilər ixtisar getdi. Kökdə 3-lər ixtisar getdi. R kubu bərabərdir 27. Buradan r bərabərdir 3-ə. 27 3-ün kubudur. R bərabərdir 3. Tapdıq ki, radius 3-dür. Biz demişik ki, l bərabərdir 2r, o da 6-dır. Yan səthin sahəsi konusda s yan bərabərdir pi vurulsun r vurulsun pi r l. Bu l yan tərəfidir, r isə radiusudur, pi r l. Deməli, pi vurulsun, radiusumuz 3-dür, l-imiz də 6-dır, bərabərdir 18 pi. Pinin qiymətini versə əgər 3, onda 3-ə vurub yazacaq 54. Baxırıq 20. Yaxşı, baxırıq 24-cü suala. Maya dəyəri 800 manat olan televizor müştəriyə 50% qazanc əldə etməklə təklif olunur. Deməli, 800 idisə 50% xeyir əldə etmək istəyir. O zaman 50%-i 400-dürsə 1200 manat qazanmaq istəyir. Daha sonra müştərinin istəyi ilə təklif edilən məbləğə 10% endirim olarsa, təklif edilən məbləğ 1200-dür. 10% endirimlə bərabər olar 120. Deməli, 120 manat qazanc və bu istəyirdi ki, 400 manat qazanc əldə eləsin. 400-də 120 vurulsun 100 bərabərdir 30%. 30% az olar. Nisbətən 30% az olar. Cavabımız 30%. 25-ci suala baxaq. Cədvəldə verilənlərə əsasən birinci qutudan ağ, ikinci qutudan isə əvvəlcə sarı, onun ardınca isə yaşıl kürəcik təsadüfən seçilməsi hadisəsinin ehtimalını tapın. Yaxşı. Deməli, birinci qutuda ağ, qara, 4x və 2y cəmi 14-dür. İkinci qutuda 5x yaşıl, 2y sarı cəmi 16-dır. Sistem tənliklə bunu həll eləyərik. X-lə y-i taparıq. 2x üstəgəlsin y bərabərdir 7. Gətirib y-in yerinə 7 minus 2x yazarıq. 5x üstəgəlsin 2, 7 minus 2x bərabərdir 16. Tənliyi həll eləsək 5x üstəgəlinsin 14 çıxılsın 4x bərabərdir 16. X bərabərdir
2, x2 tapdım. 2x üstə gəlsin y 7 olduğuna görə 4 üstə gəlsin y bərabərdir 7, y tapdım 3. y3 x2 aparıb yerinə qoysaq, ağ birinci qutuda ağ 4x, yəni 8, qara 2y, yəni 6, cəmi 14. İkinci qutuda yaşıl 5x 10, sarı 2y 6, cəm 16. Bizə deyir ki, birinci qutudan ağ. Birinci qutudan ağ 14-də ümumi 14. 14-də 8. Birinci qutudan ağ çıxmağı ehtimalı 14-də 8-dir. İkinci qutudan əvvəlcə sarı, cəmi 16-dır. Sarı 16-da 6 vurulsun. Ardınca yaşıl kürəcin təsadüfən seçilməsi 15-də 10. İxtisar apararıq. 15 ilə 10 5-ə, 3-də 2, 3 ilə 6 2, 16 ilə 8 2, 2 ilə 2 getdi, 14 ilə də 2 ixtisar getdi, 7-də 1. Cavab 7-də 1.